Kızlar, geçen videoların birinde menden piçenliğin reseptini bir izleyicim soruşmuştu. Elə dedim bugün hazırlayırdım. Akşam da artık yatmağa gideceğim. Bugün video çekmiştim. Bunu sadece o izleyici için bilirim. Çekirəm yani. Ne eləyirəm o piçenliği hazırlamak için 2 tane yumurta. Bir stekandan biraz aşağı böyle süt döktüm yumurtanın üstüne ve çalırım. Çaldım yumurtayla sütü. Avsiyanayı iri, hırdalanmış, üydülmüş değil, böyle iri xlopya avsiyanayı. 2 3 4 stəkan töktüm. Şimdi bakacağım bunun bir de buna əlavə eləyirəm bir belə boranı tumu. Siz nə istəsəz əlavə eləyə bilərsiniz. Mən dietik istədiyimdən tək boranı tumu əlavə eləyirəm. Siz qoz, kişmiş, simiçka toxumu nə istəsəz əlavə eləyə bilərsiniz buna. Bir də bu qədər də darçın, bir çay qaşığı qədər ya. Baxır darçını kim nə qədər istəyirsə, heç bir şəkər tozu, şirin şey heç nə əlavə eləmirəm. Amma siz istəsəz eləyə bilərsiniz. Mən yenə deyirəm, mən dietik bişirdiyim üçün heç nə elə şirin şeylərdə belə kalori şeylər əlavə eləmirəm. Siz baxın zövqünüzə. Və 3 yoxsa 4 stəkan xlopya töktüm. 1 stəkan süt töktüm, 2 dənə də yumurta. Baxıram onun şeyinə, baxıram qurudursa, əgər yaxşı islanmırsa, süd əlavə eləyirəm. Kefir də əlavə eləyə bilərsiniz. Əgər evdə süd yoxdursa, kefir də əlavə eləyə bilər. Kefir də deyirəm. Kefir də əlavə eləyə bilərsiniz. Yoğurt, yəni evdə nə varsa əlavə eləyə bilərsiniz. Baxıram ki, baxın biraz qurudur. Mən süd əlavə eləyəcəm. Yəni özünə hopacaqlar. Bu axşamdan hazırlayıb belə saxlayıram. Belə. Və necə göstərim? Və demək olar ki, süd üzünə çıxıb. Belə qoyub. Darçın sevmirsinizsə vanil qatar. Vanil də qatanda yaxşı olur. Belə bunu qəşəng şey eləyirəm, saxlayıram. Axşamdan səhərə kimi xaladenikdə belə qalır bu. Gördünüz qızlar, yenə dediyim kimi, yəni izləyicimin xahişi ilə bunu çəkirəm. O reseptini istəmişdi ki, necə hazırlamağını. Mən yemək kanalı olmadığımdan belə reseptlər dəqiqliyinə vermirəm də. Sadəcə özüm nətər hazırlayıramsa belə videolarda onları çəkirəm. Çünki kanalım yemək kanalı deyil. Ağzını belə bağlayıram skoçla. Bir də davamını tezdən pişirəndə çəkəcəm sizə. Belə qalacaq. Xaladenikdə siz istədiyiniz qədər, məsəl üçün 4 yox 5 stəkan da əlavə eləyə bilərsiniz xlopyanı, nə qədər istəsəz. Yumurta ilə 2 dənə bəsdir. Mən 3 stəkan xlopya eləsəm də, 5 stəkan eləsəm də 2 dənə yumurta eləyirəm. Çox eləmirəm. İndi onu qoydum qırağa, qoyacağım xaladeniyə. Özümə səhər zavtrakı hazırlayıram. Qızlar, mütləq hazırlayın. Çox xeyirli və yaxşı bir şeydir. Chia toxumunu tökəcəm. Hardasa 3 xörək qaşığı. 2 xörək qaşığı chia toxumunu töktüm.
Çox tökmədim, 2 xörək qaşığı. Bilmirəm də bu chia toxumları təmiz olur, olmur. Yumaq da bunu bilmirəm necə yumaq olar bu qədər xırda şeyi, toxumu. Amma təmiz olur, olmur bilmirəm. Sonra ona nə əlavə edirəm qızlar? Semena lna. Lyon nə idi? Lyonun toxumu. Kətan toxumu. Kətandır, hə. Kətan toxumun amma yuyacam. Bir xörək qaşığından az. Belə chia toxumun dolu elədim. Bunu bu qədər eləyirəm. Bunu yuyacam amma belə. Bunu da yaxalayayım. Baxın, görürsünüz nə qədər zibil çıxır, hətta belə eləyəndə. Belə yudum bunu. Bunu da atıram bura. 2 xörək qaşığı chia toxumu, bir yarım xörək qaşığı da kətan toxumu. Bu qədər də balqabaq toxumu da, boranı toxumu. Bu çox xeyir. Yəni bunların hamısı xeyirlidir. Bu da ki özünüz bilirsiniz, çiğ, yəni çiğ qovrulmamış. Və yenə deyirəm, siz bura kişmişdə nə istəsəz əlavə edə bilərsiniz, amma gərək deyil. Əgər siz dietik bir nəsə hazırlamaq istəyirsinizsə, bunun üzərinə kefir olsa daha yaxşı olar. Qatıq, məsəl üçün, kefirdən də yaxşı, öz əlinizlə çaldığınız qatıq olsa lap yaxşı olar. Məndə yoxdur, məndə sadəcə süd var deyə mən süd tökəcəm. Tam ağzına kimi doldurmuruq. Və qaşıqla qəşəng qarışdırırıq bunu. Eskini də qoymuşam belə. Bu da belə. Bunun da ağzını bağlayıram. Bunun ağzına sadəcə belə nəlbəki qoyacağım. Gecə saat 12-dir, 11-dir bilmirəm. İndi gedirəm bunları xaladelniyə qoyub yatacağım. Qalan davamını tezdən çəkəcəm. Peçeni qoydum onları xaladelniyə. Birdən yadıma düşdü ki, elə qabiyan maşında bu buxar nətər vurdu. Kodlamışdım. Qutarıb onları da çıxardım. Görün. Hardasa 1 saatdir maşın dayandığı, 1 saat yarımdır siqnal çaldığı. Qablar qaynardı. Əlimi nətər mən qabları o qədər qaynar su ilə yuyuram. Burada 1-2 dənə qab var idi. Onu yudum deyə əlim nətər qızarıb. Hə, onu deyirəm ki, qablar qupqurudur. Bax, qupquru. Bir də isti qaynar. Bu maşın 20 ilin maşınıdır, boş. Evi təzə remont eləyəndə alıb qoymuşduq. 1 saatlığa qoyuram yumağa. Bax, belə yuyur. Qaşıqlara baxın, görün necə parıldayır. Bir dənə də ləkə. Ləkə qalmır. Bıçağa bax. Bax, parıldayır. O qədər təmiz yuyur. Xrustal stəkanları göstərim sizə. Mesela bunun altının ışığı sarı diye sarı görünür ama parıl. Bakal olsun. Bak, suyun bir damcı ləkəsi zadı qalmır. Çünkü mən həm duzdan istifadə edirəm, həm də ki, nədir onun adı? Qablar qupquru. Həm də parıladıcıdır nədir? Amma normalda mən bu nəlbəkləri qoymuram, belə zəhərli qabları qoymuram. Baxır vaxtlar qoyuram, amma heç nə olmur. Bu qablar, bax
Bunlar getdikcə gedir. Çox qoyanda gedir. Mən həmişə qoymuram. Birinci aşağıdakı riyadı boşaldıram. Sonra yuxarıdakiləri həmişə. Bax, bu bulaşıq qalıb. Niyə bulaşıq qalıb? Bu bunun üstünə düşüb belə. Bax, belə. Tam buna su dəyməyib. Ona görə qabları qoyanda elə qoymaq lazımdır ki, içinə su dəysin. Baxın, bu təmiz olmayıb. Tavanın üstünə qoymuşam deyə. Salam kızlar, sabahınız xeyir. Sabah değil, saat 11'di bizde. Geç durmuşum bugün Leyluşumla. Bu gülleri böyle çekerek. Bunu göstereyim size. Bu hiç bu buradaydı, görmüştünüz. Bunu da bura. Aldığım o gül. Hələlik elə belə koymuşam, buraya getireceğim. Əvvəllər heç sevmirdim bu iskustveni belə gülləri. Yenə sevmirəm, evdə xoşum gəlmir. Sadəcə bura qoymuşam, bir də hamamda var. Hamamda da iskustveni qoymayıb başqa nə qoya bilərsən ki? Nəysə. Dədə biz təzə durmuşuq. Leyla, sabahın xeyir. Sabahın xeyir. Nətərsən? Nəsə? Sən də nənədən soruşdu, hə? Necəsən? Mən də yaxşıyam. Sən nə iş görürsən o? Kızlara atıp görürüm nəsə. Знаешь? Anne duyuyor. Anne duyuyor. Nene yazardı. Ay səni. Ты что будешь кушать? Сова магию кашу. А? Сова магию кашу. Каждый день манную кашу, что ли? Конечно. А может другую кашу приготовить? Нет. Овсяную? Нет. Манную, да? Да. Ладно. А ты говорила, тебе еще придет. Ты не знала? Забыла я. Kızlar, Leyluş manna kaşı istəyir. Manna kaşı mən çox ümumiyyətlə özümüzə hazırlamıram. Bu gələnə bu xoşlayır deyə. Buna da evdə vermirlər yəqin ki. Тебе мама готовит манную кашу? Нет. Нет, да? Manna kaşı elə də xeyirli kaşı deyil ona görə. Dur biraz su töküyorum. Yapışmaz. Çox da xeyirli kaşı deyil təsadüfən. Bəzi baxıram, bəzi analar hər gün manna kaşı. Manna kaşı xeyirli kaşı deyil. Ona görə Leyla bizə gələndən gələnə yəqin ki yiyir. Günümüzə də belə başlayaq kızlar. Günümüz hamımızın xeyirli, uğurlu gəlsin. Qar yağmur deyəsən. Xoş xəbərlər eşidəcək bir gün olsun. Başqa nə deyim? Yəni hər şey yaxşı olsun hamı üçün.
Что говорила? Хватит. Шумно, да? Да. Очень. Kızlar, bu mango ilə banan qatdım elədim. İstədiyiniz meyvə eləyə bilərsiniz. Alma, armud, üzüm. Üzümü de, belə blenderda deyil, sadəcə doğrayıb axşam hazırladığım chia toxumu. Baxın görün necə oldu. Belə. Qatıqla eləsəz, dediyim kimi daha yaxşı olar. İndi nə edirik? Bunu çıxardım buradan. Bunun üzərinə belə bir qat bundan, üzərinə tvorog da eləyə bilərsiniz, qat-qat da eləyə bilərsiniz. O uje qalır sizin öz fantaziyanıza da, nə istəsəz. Şirin istəsəz bal da üzərinə tökə bilərsiniz, yaxud siroplar olur, sladki belə də, şəkər əvəz edicisi. Onlardan tökə bilərsiniz. Nə istəsəz. Məndə belə sirop var, şəkərin əvəz edicisi də, naturalni. Ondan biraz tökəcəm belə. Oldu bu da bir zavtrak. Mənim zavtrakım bu olacaq, Leyla'nınki də manna kaşı. İkimiz yerik bugün zavtrakı ki biz geç durmuşuq diye. Uşaqları yeməyi həvəsləndirmək üçün məndə qırmızı rəngdə varenya yoxdur. Belə kaşaların üzərinə. Bunda da qalmayacağı yumşaq bişirmişəm. Yəni belə smayliklar zatlar varenya ilə, qırmızı tünd varenya ilə, solnuşka deyə. Solnuşka sənə gülür, belə də, belə sözlər deyərək. O düzdür, onlar şirin şey yemirlər, şirin qatmırlar kaşaya evdə yəni. Bizə gələndə biraz alma varenyasıdır, qırmızı deyil. Belə qalma da kaşa yumşaqdır deyə, belə şəkil zət çəkib verirəm, elə yeyir, xoş deyir. Çeniyi pişirməyə başlayıram. Çıxartdım, çörəyimizi yedik. Leyla da mantığına baxırdı, səsi götürüb. Görün necə oldu. Bax belə. İndi bu iki dənə banan əzirəm. вообще карусель это не детский канал. Это канал для всех. От мира и до 99. Карусель, тебе
поздравляем и желаем тебе еще много счастливых лет! Устала? Ты все кушала? М? Нет? Представляем систему безопасности Где Сейфвол от Т2. Ваша безопасность – наш те планеты, которые запомнил? Раз – Меркурий, 2 – Венера, 3 – Земля, 4 – Марс, 5 – Юпитер, 6 – Сатурн. Хочете? Другие закончились. Leyla isteği tırnağına nakleykalar ilettirsin. Tabağı tırnaklarımı bize özüm düzeldirdin Это hemşe. Her новогоднее. şeyim var idi. Может быть, Diyorum sana Leyla oynuyor. может быть, сделаем Что сделал? эти на лицо. Сейчас, надо. Это на лицо не получается. Давай это. Не, я не люблю. Это новогодний. Надо это зимой. Я буду... Это diğer новогодние şeylerde. Ну, Наклейкаlar. я будет Новый год делать. Это только для Нового года, да? Да. А другие дни нельзя, да, делать? Да. А какие ты хочешь? Вот такие. Какие? Вот такие? Да. Это что ли на кейке? Да, тоже наклейки. Давай просто звездочки сделаем и все вот. Ну не. А нету наклейки. Где они? Не, другие тоже. Leyla incitme beni sen Я Allah. хочу вот такие. Это на кейке? Нет. Нет? Это видишь эти? Ne diyorlar bunlara kaşlarda ya? Покажи. Клеит на лицо тебе. Куда? Подожди. Neler kleytiliyor bunu? Neyle kleytiliyor? Надо быть Lakla kleytiliyor üzübe. Как? Hamısını dağıttın döktün de. Getir. Это красиво. Потом на лак. Потом вот эти тут. Давай на ногти делаем еще. Один только. Почему он? Потому что. Потом, а другие? А сколько ты хочешь? El vurma da. Kopmasın. Ay, Leyla. Şimdi koy dursun, kurusun bak. Yoksa el vursun kopacak. Göz bak. Bakın görünece güzel oldu Leyla'nın tırnağı. Hani